Siz bilirsiniz, cinin ümumiyyətlə bu şeydən heç xəbəri yoxdur bəlkə də. Çünki nəfəsindən xəbəri yoxdur cinin. Panikata xəstəsidir. Buna heç nə oxutmaq lazım. Buna heç nə eləmək lazım deyil idi. Bunu sadəcə təngi nəfəs olur. Deyir, hiss edirəm ki, nəfəsim daralır. Bu hiss edir ki, nəfəs daralır. Nəfəs daralan kimi bu deyir ki, hiss edirəm, nəfəsim daralır. Sonra ürək başlayır sürətli şəkildə əvvəl ürəyimi deyir eşidirəm. Sonra başlayır sürətli şəkildə döyünməyə. Bunlar da mollaya deyiblər. Molla da deyib ki, 100% buna cin girib. Bu yazığın başına nə oyunlar açıblar, buna nələr eləyiblərmiş. Sonra da bədən süst düşür axı. O paniki müddəti vardı 2-5 dəqiqə. 2-5 dəqiqədən sonra bədən süst düşür. Elə bir ki, bayılma halına gəlir, çatır da. Molla da bunlara deyirmiş ki, bu müddət ərzində bunun cini çıxdı. Hansı ki, bunun elə bir ki, həmin alovlanma periodu düşüb aşağıya. Yəni bədən sakitləşir. Hər dəfə də gəlirmiş, bunun başına oyun açırlarmış. Sonra bu sizin kanalda məni dinləyəndən sonra mənim yanıma gəldi. Mən ona tam başa saldım ki, səndə burada panik atakdır, nəfəs problemidir. Sən bu nəfəs problemini yerinə yetirsən, gəldi yanıma, getdi, neçə dəfə də başa saldım, özü də eləyir. Yəni o hisslər yəni o hissi yaşamır. Əvvəlki halları tamamilə yoxdur. Yəni özü də öz halına, keçmişinə gülünclə baxır ki, yəni görün savadsızlıq məni nə hala gətirdi, qoydu. Valideynlərin savadsızlığı daha doğrusu. Həqiqətən insanlar bilmir də. İnsanlar bilmir də. Yazıq uşağı götürüb uzadıblar ki, sənə cin girib, cin falan deyil orada. Panik atakdır. O qədər yəni həyəcanlanırmış ki, yəni adım deyir onu görəndə, o mollanı görəndə mən vəbşi vəziyyətim pis olurdu. Özümüz sağlam adam görəndə şey olur. Ki, yəni nəsə oxuyursa, yəni nəsə var, kimsə ölüb deyir. Təsəvvür edin ki, deyir o momentdə mən hiss edirəm, nə hiss edirdim? Deyir o momentdə hiss edirdim ki, mən ölmüşəm. O da mənim başımın üstündə Quran oxuyur. Mən ondan başqa heç nə hiss eləmirdim. Onda da deyir daha çox həyəcanlanırdım. Və mənə də deyir evdəkilər başa düşmürdü. Bunlar da tuturmuş qollarından, ayaqlarından ki, bundan indi göyə bədəndən cin çıxacaq. Bax belə bir hallarda yaşayırlar, panikalı yaşayan insanlar. Baxın, bu ümumiyyətlə panik atak dövrümüzün belə deyim də ən aktual mövzusudur. Həm də ki, cəmaət həyat durumudur, daha gərgin işləməyidir. Bu hamısı təsir eləyir buna. Amma sevindirici halda ki, ən azından bunun belə həlli yolu var. Əslində asan həlli yolu var. Çox asan yol. Həlli yolu var. Sadəcə olaraq yenə deyirəm, gedirlər belə çətin yollara, dərmanlar, belə şeylər eləyirlər. Həqiqətən mən görmüşəm, yəni real görmüşəm insanların neçə illərlə onu içirlər. Eləyirlər, amma halbuki özlərinə sadəcə olaraq bir baxsalar eləsələr, nə bilim bu nəfəslərinidir. Nəfəsin nizamına salmaq, bəli, nəfəsin nizamına salmaq lazımdır. Nəfəsi baxın, məsələn, sual verirlər ki, biz onu necə bilək? 4 saniyə nəfəs al. Əgər 8 saniyə nəfəsin çatırsa, məsələn, 4 saniyə nəfəs alır, çoxsu 5 saniyə nəfəs verə bilmir. Və yaxud 2 saniyə nəfəs al, 2-dən başla. 2 saniyə nəfəs al, 4 saniyə nəfəs ver. 3 saniyə nəfəs al, 6 saniyə nəfəs ver. 4 saniyə nəfəs al, 8 ver, 5 al, 10 ver. Verdiyimiz nəfəs, hər dəfə mən təkrarlayıram, aldığımız nəfəsdən 2 dəfə artıq olmalıdır. Məsələn, pasiyent müraciət edir, deyirsən nəfəs al, alır. Nəfəs alır, sayırsan 10, 11, 12. Nəfəs ver, 3. Nəfəs verməyim, şo. Amma nəfəsi alır. Təsəvvür edirsiniz? İndi burada nə hansı proses getdi? Nəfəs aldı, məsələn 10 saniyə. Saniyə hesabı ilə getməlidir. Nəfəsi nə qədər verməlidir? 20 saniyə. Nə qədər verdi? 3 saniyə. Yerdə nə qaldı? 17 saniyə. 17 saniyəlik hər nəfəs alıb verəndə karbon qaldı bunun bədənində. Hamısı zəhərdir, hamısı xəstəlikdir. Əgər bu 10 saniyəyə qədər nəfəs alıbsa, mütləq şəkildə etap-etap, saniyə-saniyə nəfəsini verə-verə gəlməlidir 20 saniyə olmalıdır. Tam sağlam bədəndir. Sirkulyasiya getməlidir də. Bəli. Sirkulyasiya getməlidir. Alır 10 saniyə nəfəs, verdi 3 saniyə. Yəni bununla yoxlasınlar, nəfəslərini bununla yoxlasınlar. 4 alırsansa alıram. Al, 2, 3, 4. Ver, 2, 3, 4, 5, 6, 7, 8. Tam rahat verməlidirlər. Vermədilərsə, deməli problemdir. Uca problem var. Uca problem var. Mütləq problem var. Mütləqdir. Bunu salsınlar nizama, paniki də gedəcək, xəstəliyi də gedəcək, asması da gedəcək, heç nə qalmayacaq. Heç bir şey. Təzyiq də qalır normada.